Sinə batıqlığı raxitin qalıq əlamətidirmi? Sinə qabarıqlığı raxitin qalıq əlamətidirmi? Bu haqda mən bildirmək istəyirəm ki, sinə batıqlığı anadan gəlmə bir qüsur olub, çəkməçi döşü adlanır və anadan gəlmə qüsuru hesab edilir. Adətən kiçik yaşlarda o qədər də gözə çarpmayan sinə batıqlığı keçid dövründə qızlarda 11, oğlanlarda 12 yaşında daha çox əgər telefonla məşğul olan uşaqlarda, məsələn kompüterdə önə əyilərək saatlarla məşğul olan uşaqlarda bu dərinlik daha da artır. Təsəvvür edin ki, klinikamıza sinə batıqlığı çəkməçi döşü ilə müraciət edən qədərincə uşaqlar var. Və bu sinə batıqlığını biz 12 günə 1 sm azalda bilirik. Belə ki, 7 sm sinə dərinliyini də 3 sm-ə, 4 sm-ə qədər endirmişik. Amma adətən sinə batıqlığı ilə 3 sm, 4 sm, 2 sm sinə dərinliyi ilə bizə müraciət edirlər. Baxın, sinə dərinliyini ölçmək üçün bu cür bir görürsünüz, bu cür bir avadanlıq var. Diametri göstərir burada 11, 12, 14, 16, 17, yəni nə qədər böyük diametrdə olursa və sinəyə qoyaraq belə bu cür biz onu dəqiqləşdiririk. Amma evdə də siz sinə batıqlığı, çəkməçi döşü, anadan gəlmə qüsuru özünüz aşkarlayıb ölçüsünü götürə bilərsiniz. Götürürsünüz orta məktəb xəttkeşini, orta məktəb xəttkeşinin ortasından bir dəlik açırsınız. Ondan sonra bir qələmin, bir belə qələmi üstünə santimetr yapışdıraraq ən dərin yerə qoyaraq ölçürsünüz. Baxın, bu cür dərinliyə ölçürsünüz. Normativ 0.7, 0.5'dir.